yanaşırdı. Onun Bəstəkarlar İttifaqı ilə münasibəti sırf rəsmi xarakter daşımırdı. Bu, sənətə və sənətkara duyulan dərin ehtiramından irəli gəlirdi. O, musiqinin gücünü belə xarakterizə edirdi. Musiqi qədər insan hisslərini təlatümə gətirən, insanı saflaşdıran, ucaldan başqa bir vasitə yoxdur. Sənətkarların yaradıcılığının bütün Sovet məkanında və dünyada təbliği bilavasitə Ulu Öndərin himayəsi ilə mümkün olub. O, sənətkarların yaradıcılıq azadlığını qoruyurdu. İstər mənzil şəraitinin yaxşılaşdırılması, onlara fəxri adların və dövlət mükafatlarının verilməsi bu qayğının maddi təzahürü idi. Heydər Əliyev bəstəkarları milli köklərə bağlı qalmağa səsləyirdi. Məhz onun dəstəyi ilə Azərbaycan Bəstəkarlıq Məktəbi öz orijinallığını qoruyub saxlaya bildi. Heydər Əliyevin milli musiqi mədəniyyətinin hamisi statusu bir təmənnasız xidmət nümunəsidir. O, Bəstəkarlar İttifaqını xalqın intellektual arsenalına çevirmişdi. Biz qürurla deyə bilərik ki, müasir Azərbaycan Bəstəkarlıq Məktəbinin dünya musiqi xəritəsində özünə məxsus yeri varsa, bu, Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməlin nəticəsidir. Onun yaratdığı ənənə bugün də davam edir və bizim mənəvi borcumuz bu irsi elmi və yaradıcılıq müstəvisində uca tutmaqdır. Bugün Heydər Əliyevin qurub yaratdığı bu möhkəm təməl üzərində Azərbaycan musiqisi yeni zirvələr fəth edir. Onun bəstəkarlara, musiqişünaslara olan inamı və sevgisi bugün də bizim fəaliyyətimizin əsas hərəkət verici qüvvəsidir. 10 may sadəcə təqvim günü deyil, milli musiqimizin intibah ideologiyasının müəllifini minnətdarlıqla anma günüdür. Ulu Öndəri dərin ehtiramla yad edirik və onun vəsiyyət etdiyi zəngin musiqi irsini qorumağı özümüzə müqəddəs bir borc bilirik. Diqqətinizə görə minnətdaram. Sağ olun. Teşekkürler. Görürük ki orada ne güzel sözler deyildi, yeni evler verildi, mükafatlar verildi ve Heydər Əliyev şəxsən xaricdə bizim bəstəkarlarımızın əsərləri ifa olunanda orada konsert salonunda olurdu ve Fikrət Əmniyevimin yadındadır da Kreml sarayında Minbir Gecə baleti gösterildi ve özü, hanımı ve yani bizim medeniyet nümayəndələri orada iştirak ettiler. Ayaq üstə deməli alqışladılar. Bunlar birisi unikal faktlardır ki, bugün bunlar hamısı unudulur. Sanki hiç olmuyor bunlar. Onları yani dəfələrlə insanlara hatırlatmaq yani ihtiyacı duyulur, belə deyək.